Salam, hər vaxtınız xeyir əziz şagirdlər. Mən Vüsal müəllim. Bugünkü dərsimizin mövzusu adi və onluq kəsirlərdir. İlk öncə biz baxacağıq adi kəsirlərə. Adi kəsirlər hansı kəsirlər deyilir? A və B ədədləri natural ədədlər olarsa, o zaman A bölünsün B şəklində olan kəsirlərə adi kəsirlər deyəcəyik. Burada A kəsirin surəti, B isə məxrəci adlanır. Məsələn, 3-də 7, 5-də 4, 2-də 1 və s. kəsirlər adi kəsirlər adlanır. Ümumi halda adi kəsirlər iki yerə bölünür. Düzgün adi kəsirlər və düzgün olmayan adi kəsirlər. Düzgün adi kəsirlər və düzgün olmayan adi kəsirləri keçməzdən öncə diqqətinizə çatdırım ki, məsələn, 3-də 21 kəsirinə biz adi kəsir deməyəcəyik. Çünki 3-də 21 7-yə bərabərdir, yəni natural ədədə bərabərdir. Bir daha deyirəm, məsəl üçün 2-də 16 kəsiri. Biz buna adi kəsir deməyəcəyik, çünki 16-nı 2-yə böldükdə 8-ə bərabərdir. Amma 3-də 7, 5-də 4, 2-də 1 və s. kəsirlərimiz isə adi kəsirlər adlanır. Adi kəsirlər iki yerə bölünür. Dedik ki, düzgün kəsirlər, düzgün olan kəsirlər və düzgün olmayan kəsirlər. Düzgün kəsirlər hansı kəsirlərdir? Əgər kəsirin surətin məxrəcindən kiçik olarsa, yəni A kiçikdir B olduqda bu kəsirlərə düzgün kəsirlər deyirik. Surətin məxrəcindən böyük olarsa kəsirin, yəni A, B-dən böyük olarsa, bu kəsirlər isə düzgün olmayan kəsirlər deyəcəyik. Düzgün olmayan kəsirlər deyəcəyik. Məsəl üçün, 2-də 1 kəsirinə baxaq. 2-də 1 kəsirinə baxdıqda görürük ki, 1, surətdəki 1, 2-dən kiçikdir. 5-də 4 kəsiri, 12-də 6 kəsiri və s. Bunlar düzgün kəsirlərdir. Düzgün olmayan kəsirlər isə 3-də 7, 6-da 15 və s. kəsirlər var ki, bunlar düzgün olmayan kəsirlərdir. Yəni burada 15 6-dan böyükdür, 7 3-dən böyükdür. Bu kəsirlərə isə biz deyəcəyik düz kəsirlər. Kəsirin əsas xassəsi. Kəsirin əsas xassəsinə görə kəsirin biz surət və məxrəcini eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişir. Məsələn, 5-də 4 kəsirini. Gördüyümüz bu kəsirin surət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə kəsirin qiymət dəyişməyəcəkdir. Yəni, biz kəsirin surət və məxrəcini tutaq ki, 2-yə vurmaq istəyirik. Yəni, 4 vurulsun 2 və 5 vurulsun 2. Ona baxın. Burada biz zaten 2-ləri ixtisar etdikdə 5-də 4 qalır. Yəni, biz 4 vurulsun ki, 8 edir surətdə, məxrəcdə isə 10 edir. Yəni, 10-da 8 kəsiri ilə 5-də 4 kəsirləri bərabər kəsirlərdir. Yəni, eyni güclü kəsirlərdir. Eyni zamanda biz 10-da 8 kəsirinin surət və məxrəcini eyni bir ədədə bölə bilərik. Yəni, kəsirin surət və məxrəcini 2-yə bölək. Gəlin bölək. 8-i bölürük 2-yə, eyni zamanda 10-u da bölək 2-yə. Bu zaman nə baş verəcək? 8-i 2-yə böldükdə düşür 4, 10-u da 2-yə böldükdə düşür 5. Həqiqətən də gördük ki, kəsirin surət və məxrəcini eyni bir natural ədədə vurduqda və ya böldükdə kəsirin qiyməti dəyişir. Adi kəsirin surət və məxrəcini birdən fərqli natural ədədə bölünməsinə kəsirlərin ixtisarı deyilir. Əslində, burada az öncə dediyimiz qayda keçərlidir ki, kəsirin əsas xassəsinə görə kəsirin surət və məxrəcini eyni bir ədədə vurduqda və ya böldükdə qiyməti dəyişir. Kəsirlərin ixtisarı isə kəsirin surət və məxrəcinin eyni bir ədədə bölünməsi deməkdir. Məsəl üçün, 24-də 15 kəsirinə baxaq. 24-də 15 kəsirini biz ixtisar edə bilərik. Baxırıq görək, 24-də 15 kəsiri surət və məxrəci hansı ədədə bölünə bilər? 3-ə ixtisar olunur. Yəni, 15-i 3-ə böldükdə düşür 5, 24-ü 3-ə böldükdə düşür 8. Yəni, 24-də 15 kəsirin əslində 8-də 5 kəsirinə bərabərdir. Adi kəsirləri ortaq məxrəcə gətirmək üçün kəsirin məxrəclərinin ən kiçik ortaq bölünəni tapılmalıdır. Məsəl üçün, deyək ki, 5-də 3 kəsiri ilə 4-də 2 kəsirinin ortaq məxrəcini tapmaq istəyirik. Biz bu zaman kəsirlərin məxrəclərinin hər ikisinin bölündüyü ən kiçik ədəd tapmalıyıq. Yəni, 4 və 5-in əkobunu tapmalıyıq. Yəni, 4-dən 5-in əkobu nəyə bərabərdir? 20-yə bərabərdir. Yəni, elə bir ən kiçik ədəd götürməliyik ki, bu ədəd həm 5-ə bölünsün, həm də 4-ə bölünsün. 20-dən böyük ədədi götürə bilərik. Sonda qiymət heç bir dəyişiklik yaratmayacaq. Məsəl üçün, 40 götürə bilərik. Yenə də 4-ə və 5-ə bölünür. Sadəcə, sonda biz əlavə olaraq bir də bu kəsirləri ixtisar etməli olacaq. Ona görə 4 və 5-in ən kiçik ortaq bölünəni tapırıq, 20-ni tapırıq ki, hansı ki 20 ədədi elə bir kiçik ədəddir ki, bu həm 5-ə bölünür, həm də 4-ə bölünür. Toplayan və ya çıxan zaman ortaq məxrəcini tapacağıq. Dərsimizin növbəti hissələrində kəsirlərin toplanması və çıxılmasına təkrar qayıdacağıq, amma yenə də qeyd edirik. 5-də 3 kəsirinin üzərinə biz gələk
4-də 2 kəsirdir. Və bərabər buluruq. Əslində biz bu kəsirləri toplayan zaman 4-də 2 kəsirini ixtisar etməliyik. 2 ixtisar olunur. Hər ikisi sürət və məxrəc. Amma bu dəfə ixtisar etməyəcəyik. Çünki ən kiçik ortaq məxrəcin yaxud ortaq məxrəcin tapılmasından söhbət gedir. Deməli, baxdıq ki, 4 və 5-ə ən kiçik ortaq məxrəc, yəni hər ikisinə bölünən ən kiçik ədəd 20 ədəddir. Biz bu zaman nə edirik? Ortaq məxrəci tapırıq. Daha sonra ortaq məxrəci, yəni 20-ni bölürük 5-ə. 20-ni 5-ə böldükdə düşür 4 və 5-də 3 kəsirinin surətinə tamamlayıcı vurğu 4-ü qeyd edirik. Daha sonra 20-ni 4-ə bölürük. 20-ni 4-ə böldükdə isə düşür 5. Yəni kəsirin sürətinə 5 olaraq tamamlayıcı vurğu qeyd edirik. Sonra isə surətləri, tamamlayıcı vurğuları hasilini tapırıq və ən sonunda cəmini tapacaq. Yəni 3 vurulsun 4 edir 12. Üstə gərək 2 vurulsun 5 edir 10. Bərabərdir 20-də, ortaq məxrəc olduğu kimi qalır 22 və davam edirik. İndi isə burada 20 və 22 kəsirlərini baxırıq ki, hər ikisi 2-yə bölünür. Yəni 2-yə ixtisar edirik. 22-ni 2-yə böldükdə düşür 11, 20-ni 2-yə böldükdə düşür 10. Yəni 10-da 11 kəsirini alacaq. Bu da 1,10-da 1-ə bərabər olacaqdır. Əziz şagirdlər, indi isə kəsirlərin müqayisəsinə baxırıq. Kəsirləri müqayisə etmək nə deməkdir? Yəni, biz 2 və daha çox kəsirin hansıların böyük, hansıların kiçik və hansının bərabər olduğunu müəyyənləşdirməkdən ibarətdir. Bu arada diqqətinizə çatın, bəzən şagirdlərimiz böyükdür, kiçikdir işarələrini qarışdırırlar və bu böyükdür, kiçikdir işarələrini sizin yadınızda qala bilməsi üçün belə bir qaydanı diqqətinizə çatdırı bilərəm. Bu dedik ki, böyükdür işarəsidir. Belə çəkək. Böyükdür işarəsidir. Bu isə kiçikdir işarəsidir. İndi hər iki işarənin sol tərəfinə bir dənə kiçik xətt əlavə edirik. Hər ikisinin yalnız sol tərəfinə. Bu zaman baxırıq, bu hansı hərfə bənzəyir şagirdlər? B hərfinə bənzəyir. Demək, B hərfinə bənzəyirsə bu böyükdür deməkdir. Bu isə K hərfidir. Yəni, bu da kiçikdir. Yəni, siz artıq beləliklə bu işarənin böyük, bu işarənin kiçik olduğunu qarışdırmayacaqsınız. İndi isə keçək dərsimizin əsas mövzusuna, kəsirlərin müqayisəsi. Biz kəsirləri müqayisə edən zaman ən çox istifadə edilən iki qaydaya baxacağıq bu günlər. Yəni, kəsirlərin məxrəclərinin bərabərləşdirilməsi, yaxud kəsirlərin sürətlərinin bərabərləşdirilməsi. Yəni, məxrəcləri bərabər olan kəsirlərin və sürətləri bərabər olan kəsirlərin müqayisəsinə baxacaq. Qeyd edək ki, məxrəcləri bərabər olan kəsirlərdən sürəti böyük olan kəsir hər zaman böyükdür. Sürəti kiçik olan kəsir isə hər zaman kiçikdir. Yəni, 7-də 3 kəsiri böyükdür 7-də 2 kəsirindən. Amma sürətləri bərabər olarsa kəsirlərin, o zaman məxrəci kiçik olan kəsir hər zaman böyük kəsirdir. Başqa misallara baxmaq olar, uşaqlar. Məsəl üçün, 9-da 4 kəsiri, 9-da 4 kəsiri və 5-də 2 kəsirlərinə baxaq. 9-da 4 kəsiri və 5-də 2 kəsirlərinə biz diqqət yetirsək görəcək ki, bu kəsirlərimizin heç birinin nə sürətləri, nə də məxrəcləri bərabər deyil. Sürətlər məxrəcləri bərabər deyilsə, biz o zaman bu kəsirlərin ya sürətlərini, ya da məxrəclərini bərabərləşdirməliyik. İndi biz bu 9-da 4 kəsirinə diqqət yetirsək görəcək ki, biz burada nəyi bərabərləşdirə bilərik? Əlbəttə ki, kəsirlərin sürətlərini bərabərləşdirə bilərik. Yəni 9-da 4 kəsirini olduğu kimi saxlayacağıq, 5-də 4 kəsirini, 5-də 2 kəsirini isə kəsirin əsas xassəsinə görə sürət və məxrəcini eyni bölüdə vura bilərik. Yəni 2-yə vura bilərik. 5-i 2-yə vurduqda 10 edir, 2-ni 2-yə vurduqda 4 edir. Artıq 5-də 2 kəsirimiz 10-da 4 kəsirinə çevrildi. İndi 9-da 4 və 10-da 4 kəsirlərini müqayisə edirik. Baxaq görək hansı böyükdür, hansı kiçikdir. 9-da dedik ki, kəsirlərin sürətləri bərabər olduqda məxrəci kiçik olan kəsirimiz hər zaman böyük kəsirdir. Deməli 9-da 4 kəsiri 5-də 2 kəsirindən böyük kəsirdir. Başqa bir misala baxaq. Məsəl üçün, 5-də 3 kəsiri ilə 7-də 4 kəsirinə baxaq. 5-də 3 kəsiri ilə 7-də 4 kəsirinə baxaq. Bu kəsirləri necə müqayisə edə bilərik? Ya sürətlərini dedik ki, bərabərləşdirək, yaxud da məxrəclərini. Biz burada sürətlərini bərabərləşdirdik. Gəlin, bu dəfə isə kəsirlərin məxrəclərini bərabərləşdirik. Biz bu kəsirlərin məxrəclərini bərabərləşdirməkdən ötürü ən rahat variant. Birinci kəsirin, əgər məxrəcləri bərabərləşdirmək istəsə, birinci kəsirin sürət və məxrəcini ikinci kəsirin məxrəcinə vuracaq. İkinci kəsirin sürət və məxrəcini isə birinci kəsirin məxrəcinə vuracaq. Bu kəsirlərin məxrəclərinin bərabərləşdirilməsi üçündür. Bir daha deyirəm, kəsirlərin yalnız məxrəclərini bərabərləşdirən zaman birinci kəsirimizin sürət və məxrəcini ikinci kəsirimizin məxrəcinə, ikinci kəsirimizin sürət və məxrəcini isə birincinin məxrəcinə vuracaq. Əgər biz kəsirlərin sürətlərini bərabərləşdirmək istəyiriksə, o zaman birinci kəsirin sürət və məxrəcini ikincinin sürətinə, ikinci kəsirin sürət və məxrəcini isə birincinin sürətinə vuracaq. İndi burada kəsirlərin məxrəclərini bərabərləşdirək. Gəlin biz bu kəsirin sürət və məxrəcini, yəni 5-də 3 kəsirinin sürət və məxrəcini ikinci kəsirin məxrəcinə, yəni 7-yə vuraq. Bərabərdir
5 vurulsun 7, 35. 3 vurulsun 7, 21. Yəni 5-də 3 kəsiri 35-də 21 kəsirinə çevrildi. İndi isə ikinci kəsirimizə baxırıq. 7-də 4 kəsirinin surət və məxrəcini vururuq birinci kəsirin məxrəcinə, yəni 5-ə. 7 vurulsun 5 edir 35. 4 vurulsun 5 edir 20. İndi baxırıq, kəsilərin məxrəcləri artıq bərabərləşdi. Məxrəcləri bərabər olan kəsirlərdən surəti böyük olan kəsir hər zaman böyükdür. Yəni 21 20-dən böyükdür. Surəti böyük olduğu üçün. Deməli, 5-də 3 kəsiri 7-də 4 kəsirindən böyük olacaqdır. Kəsirlərin toplanması qaydasına görə, əgər kəsirlərin məxrəcləri bərabərdirsə, biz bu zaman bu kəsirlərin surətlərini toplayırıq və məxrəci olduğu kimi yazırıq. Məxrəclər bərabər olan kəsirləri toplayan zaman məxrəc olduğu kimi qalır, surətlər toplanılır. Yəni 5 üstə gələk 4 edir 13-də 9. Bunu çıxmaya görə də müəyyənləşdirə bilərik. Yəni 13-də 5 kəsirindən biz 13-də 4 kəsirini çıxası olsaq, yenə məxrəc olduğu kimi qalır, surətlər çıxılır. Yəni 5 çıxılsın 4-ü tapırıq, bərabərdir 13-də 1 kəsiri edəcəkdir. 13-də, yenə 13-dən danışdıq, 8 kəsirinin üzərinə gələk biz, məsəl üçün 26-da 5 kəsirini. Biz bu kəsirləri toplayan zaman nə etməliyik? Bu kəsirlərin hər ikisinə bölünən ən kiçik ədədi tapmalıyıq. 13 və 26-ya bölünən ən kiçik ədəd elə 26-nın özüdür. 26-nı biz 13-ə böldükdə düşür 2. Tamamlayıcı vuruq kimi 2-ni yazırıq. 26-nı 26-ya böldükdə isə düşür 1. Tamamlayıcı vuruq kimi 1 yazırıq. Və daha sonra 8-i vururuq 2-yə, tamamlayıcı vuruğa vururuq, edir 16. Üstə gələk. 5-i vururuq 1-ə, edir 5. Yəni, bərabərdir 26-da 21 kəsiri. Əgər bizim kəsirlərimiz qarışıq ədəd şəklində göstərilibdirsə, yəni tam və kəsir hissəsi olmaqla göstərilibsə, biz bu zaman tam hissənin tam hissəsini toplaya bilərik, kəsir hissənin kəsir hissəsini toplaya bilərik. Amma yaxud da biz bu kəsirlərimizi düzgün olmayan kəsirə çevirib, daha sonra toplamanı və çıxmanı olduğu kimi həll edə bilərik. Məsələn, 3 tam 5-də 1 kəsirinin üzərinə gəlmək istəyirik 4 tam 5-də 6 kəsirini. Məsəl üçün, bərabərdir. Biz bu kəsirlərin tam hissələrini bir toplaya bilərik, sonra isə kəsir hissələrini bir toplayaraq yaza bilərik. Amma bu dəfə qarışıq ədəd şəklində verilmiş kəsirlərimizi düzgün olmayan kəsirə çeviririk. Kəsiri düzgün olmayan kəsirə çevirmək üçün, qarışıq ədəd daha doğrusu düzgün olmayan kəsirə çevirmək üçün məxrəc olduğu kimi qalır. Məxrəci vururuq tam hissəyə, yəni 5-i vururuq 3-ə, edir 15, üzərini gəlirik 1-i, edir 16. Üzərinə gəlirik, yenə də burada 5-i vururuq 4-ə, 20, üzərinə gəlirik 6-nı 26 edəcəkdir. Məxrəc isə olduğu kimi qalır. Məxrəclər bərabər olan kəsirlərdə dedik ki, məxrəc olduğu kimi qalır, surətlər toplanılır. 42 edəcəkdir. İndi isə baxırıq ədədin hissəsinin və hissəsinə görə ədədin tapılması qaydasına. Biz iki qaydamız var. Ədədin hissəsinin tapılması və hissəsinə görə ədədin tapılması qaydası. Ədədin hissəsini tapmaq üçün ədədi hissəni göstərən kəsirə vururuq. Hissəsinə görə ədəd tapmaq üçün isə ədədi hissəni göstərən kəsirə bölməliyik. Məsəl üçün, 24 ədədinin 4-də 3 hissəsinin tapılması bizdən tələb edilir. Biz bu zaman buna deyirik ədədin hissəsinin tapılması. Ümumiyyətlə, uşaqlar bunu qarışdırmaq lazım deyil. Baxın, ədəd sözünü birinci deyirəm, hissə sözünü ikinci deyirəm. Daha sonra təkrarlayayım. Yəni, bu ədədin hissəsinin tapılması deməkdir. Ədədin hissəsinin tapılması üçün ədədi vururuq hissəni göstərən kəsirə, yəni 4-də 3-ə vurmalıyıq. Bu zaman ədədi hissəni göstərən kəsirə vurmaq üçün 24 ilə 4 ixtisar olunur. Yazırıq deməli 24 4-ə böldükdə 4-ün özünə ixtisar olunur. Qalır burada 6, burada qalır 1. Yəni məxrəcdə 1 qalır, surətdə isə 3 vurulsun 6 qalır. Yəni 18-ə bərabər olacaqdır. Bir də var hissəsinə görə ədədin tapılması qaydası. Məsəl üçün deyək ki, 5-də 2 hissəsi 16 olan ədədin tapılması. Baxın, biz az öncə burada ədədi birinci demişdik, hissəni ikinci demişdik, daha sonra demişdik. Buna deyirik ədədin hissəsinin tapılması. İndi isə deyirik ki, hissəsinə görə ədədin tapılması qaydası. Yəni, birinci hissə verilir, sonra ədədi tapılması tələb olunur. Hissəsinə görə ədədin tapılması üçün ədədi hissəni göstərən kəsirə bölməliyik. Amma ədədin hissəsini tapdıqda isə ədədi hissəni göstərən kəsirə vururuq. Yəni, burada biz ədədi 16-nı bölürük hissəni göstərən kəsirə, yəni 5-də 2-yə. Yəni, ədədi kəsirə bölmək deməkdir ki, ədəd olduğu kimi qalır, kəsiri tərsinə çeviririk. Yəni, 16-nı vururuq 2-də 5-ə bərabərdir. 16 ilə 2 elə 2-nin özünə ixtisar olunur. Qalır burada 8, burada qalır 1. Yəni, məxrəcdə qalır 1, surətdə qalır 8 vurulsun 5. Yəni, 40 qalacaqdır. Buna isə biz deyirik hissəsinə görə ədədin tapılması qaydası. İndi isə baxırıq onluq kəsirlər. Onluq kəsirlər hansı kəsirlər deyirik? Kəsirin məxrəcində 10, 100, 1000,
10.000 və s. olan kəsirlərə biz onluq kəsirlər deyəcəyik. Məsəl üçün 10-da 7, 100-də 112, məsəl üçün 1000-də 125 və s. Biz bu kəsirlərə onluq kəsirlər deyəcəyik. Yəni 10-da 7 kəsirini biz 0,7 kimi yazacağıq. 100-də 12 kəsirini 0,12 olaraq yazacağıq. 1000-də 125 kəsirini isə 0,125 kimi qeyd edəcəyik. Onluq kəsirlərdə deməli, baxın, gəlin belə edək də, biz mərtəbə vahidlərinin oxunuşuna baxan zaman natural ədədlərdə demişdik ki, məsəl üçün 5317 ədədində biz demişdik ki, ədədin mərtəbə vahidlərini sağdan sola doğru adlandırırdıq. Yəni, təkliklər mərtəbəsi, onluqlar mərtəbəsi, yüzlüklər və minliklər mərtəbəsi kimi baxırdıq. Bu, natural ədədlərdə bu qaydada baxılırdı. Amma onluq kəsirlərdə isə, məsəl üçün, 0,517 kəsirinə baxsaq, bu zaman biz soldan sağa doğru yox, vergüldən sonra, vergülə qədər olan ədəd tam ədəd, natural ədədlər kimi, tam hissə kimi baxacaq. Vergüldən sonraki hissəni isə biz sağdan sola doğru oxuyacaq. Yəni, burada 5 düşür 10-da 1-lər mərtəbəsinə, 1 düşür 100-də 1-lər mərtəbəsinə, 1000 düşür, 7 düşür 1000-də 1-lər mərtəbəsinə. Tutaq ki, misalımız belə verildi. 37 tam 1000-də 138 kəsiri verildi. Biz bu zaman tam hissənin mərtəbə vahidləri şəklində baxsaq, tam hissəni soldan sağa doğru oxuyacağıq, adlandıracağıq. Kəsr hissəni isə, daha doğrusu tam hissəni sağdan sola doğru, kəsr hissəni isə soldan sağa doğru adlandıracaq. Yəni burada 37 ədədində 7 təkliklər mərtəbəsinə düşübdür, 3 onluqlar mərtəbəsinə düşübdür. Burada isə kəsr hissədə isə, yəni vergüldən sağ tərəfdə isə artıq 1-dən başlayaraq adlandıracaq. 1 düşübdür 10-da 1-lər mərtəbəsinə, 3 düşübdür 100-də 1-lər mərtəbəsinə, 8 düşübdür 1000-də 1-lər mərtəbəsinə. Daha sonra burada məsəl üçün bir neçə ədəd də əlavə etsək, 9 düşübdür 10.000-də 1-lər, 3 düşübdür 100.000-də 1-lər və 5 düşübdür milyonda 1-lər mərtəbəsinə. Biz bu mərtəbə vahidlərini onluq kəsirlərin yuvarlaqlaşdırılması zamanı istifadə edəcəyik. İndi isə baxırıq onluq kəsirlərin müqayisəsinə. Onluq kəsirlərin müqayisəsi natural ədədlərin müqayisəsi ilə demək olar ki, oxşardır. Gəlin, onluq kəsirlərin müqayisəsinə keçməzdən öncə natural ədədlərin müqayisəsi qaydalarını xatırlayaq, yadımıza salaq, daha sonra onluq kəsirlərin müqayisəsinə baxarıq. Deməli, biz natural ədədləri müqayisə edən zaman birinci demişdik ki, əgər iki natural ədədin biz müqayisə etmək istəyiriksə, biz bu iki natural ədədi müqayisə etmək istəyiriksə, ilk öncə biz bunların rəqəmlərin sayına baxırıq. Baxırıq ki, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 5. Hər ikisində 5 rəqəm var natural ədədlərimizin. Biz bunu da əgər hansını bu natural ədədimizdə əlavə olaraq bir dənə də 6-cı ədədimiz olsaydı, o zaman rəqəmlərin sayı çox olan ədəd deyəcəkdik ki, böyük ədəddir. Yox, əgər rəqəmlərin sayı bərabərdirsə, biz o zaman natural ədədlərin mərtəbə vahidlərinə baxırıq. Birinci, belə deyək də, təkliklər, onluqlar, yüzlüklər, minliklər, 10 minliklər mərtəbəsində. Burada da yenə təklik, onluq, yüzlük, təklik, onluq, yüzlük, minlik, 10 minliklər mərtəbəsi var. Baxırıq ki, 10 minliklər mərtəbəsində birində 3-dür, digərində isə 6-dır. Deməli, mərtəbə vahidi böyük olan ədədimiz böyük ədəddir. Əgər yox, burada 6 olarsa, hər ikisində 6 isə, biz o zaman növbəti mərtəbə vahidinə baxırıq ki, bunda 4-dür, burada 7-dir və s. davam edirik və görürük ki, birinci ədədimiz ikinci ədədimizdən böyükdür. İndi isə baxırıq biz onluq kəsirlərin müqayisəsinə. Məsəl üçün, 2 dənə onluq kəsir yazacağıq və biz bunları müqayisə edək. Ümumi halda qeyd edək ki, bu onluq kəsirləri müqayisə etmək, bu kəsirlərin onluq işarələrin sayını bərabərləşdirək. Vergüllər atıldıqdan sonra natural ədədlərin müqayisəsi kimi müqayisə edə bilərik. Bu birinci qaydamızdır. Məsəl üçün, yazaq. 1,23 kəsiri ilə biz 1,1000-də 203 kəsirlərini müqayisə edək. Biz bu kəsirləri müqayisə etmək üçün burada vergülləri nəzərə almadan 123 və 1203 kəsirlərini müqayisə edə bilərik ki, bəli, birinci kəsirimiz ikinci kəsirimizdən böyükdür. Əlavə olaraq, yəni vergülləri atmadan da müqayisə edə bilərik. Baxırıq, ilk öncə kəsirlərin tam hissəsinə. Baxırıq ki, tam hissələri bərabərdir. Tamam. Ondan sonra 10-da 1-lər mərtəbəsinə baxırıq. 10-da 1-lər mərtəbəsində 2 durur. Burada da 10-da 1-lər mərtəbəsində 2 durur. Tamam, bunu da bildik. Sonra isə və davamına burada sıfırlar əlavə etməliyik.
belə deyək də, vergülər nəzərə alardısa əgər 0 əlavə etməliydik, bunu qeyd etməliydik əvvəldə. Əgər daha sonra baxırıq %1-lər mərtəbəsinə. %1-lər mərtəbəsində burada 3 durur, burada isə 0 durur. Deməli, birinci ədədimiz ikincidən böyükdür. Burada əslində birincidə səhv yazdıq, yəni vergül nəzərə almadıq. Yəni birinci qaydanı təkrar olaraq izah edirəm. Onun üçün 1 tam dedik ki, 100-23 və 1 tam 1000-də 203 kəsirlərini vergüllər olmadan müqayisə edirik. Biz vergüllər olmadan, yəni vergülləri ataraq müqayisə etmək istəyirsə, bu zaman bu ədədlərin rəqəmlərin sayı bərabər olmalı. Yəni burada 4 ədədimiz var. Burada da bunu tamamlamaq üçün yanına 0 əlavə etməliyik. Yəni 1230 və 1203 ədədlərini müqayisə edən zaman görəcəyik ki, həqiqətən də birinci kəsirimiz ikinci kəsirimizdən böyük olacaqdır. Onluq kəsirlərin yuvarlaqlaşdırılması. Biz onluq kəsirlərin yuvarlaqlaşdırılması, ümumiyyətlə yuvarlaqlaşdırma qaydasını xatırlayırsınızsa, natural ədədlər mövzusunda da keçmişdik. Yəni natural ədədlərin yuvarlaqlaşdırılmasından danışmışdıq. Demək olar ki, oxşar qaydalardır. Onluq kəsirlərin yuvarlaqlaşdırılmasına keçməzdən öncə hər hansı bir natural ədədin yuvarlaqlaşdırılması qaydasına baxaq, daha sonra onluq kəsirlərə aid birinci misala baxarıq. Məsəl üçün 47625 ədədini mində birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırılması, daha doğrusu minliklər mərtəbəsinə qədər yuvarlaqlaşdırılması bizdən tələb edilir. Biz ilk öncə mərtəbə vahidini müəyyənləşdirməliyik. Təkliklər, onluqlar, yüzlüklər, minliklər mərtəbəsinin altından xətt çəkirik. Əgər mərtəbə, qeyd etdiyimiz mərtəbə vahidindən sonraki rəqəmimiz 0, 1, 2, 3 və 4 olarsa, bu zaman altına xətt çəkdiyimiz, yəni qeyd etdiyimiz rəqəm dəyişilmir, olduğu kimi qalır. Yox, əgər 5, 6, 7, 8 və 9 olarsa, o zaman qeyd etdiyimiz mərtəbə bir vahid, yəni üzərinə 1 əlavə edilir. Yəni təqribən bərabərdir yuvarlaqlaşdıran zaman. Baxırıq ki, qeyd etdiyimiz mərtəbə 7-dir və bundan sonra gələn ədədimiz 6-dır. Rəqəmimiz 6-dır. Deməli, 6 olarsa bir vahid qaldırmalıyıq. Yəni 47625 ədədini biz yuvarlaqlaşdıraraq təqribən 48000 yazırıq və 48 yazırıq. Digər rəqəmlərin yerini isə sıfırlarla əvəz edirik. Bu natural ədədlərin yuvarlaqlaşdırılması qaydasında bu qaydada idi. İndi isə gəlin onluq kəsirlərin yuvarlaqlaşdırılmasına baxaq. Onluq kəsirlər yuvarlaqlaşdıran zaman isə məsələn 3 tam 10.000-də 1276 ədədini məsəl üçün mində birlər mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. Biz dərsin əvvəlki dəqiqələrində demişdik ki, onluq kəsirlərin mərtəbə vahidlərini qeyd edən zaman sağdan sola doğru, amma fikir verdinizsə, natural ədədlərdə isə soldan sağa doğru mərtəbə vahidlərini adlandırırdıq. Deməli, bizdən tələb edilir ki, 3 tam 10.000-də 1276 kəsirini mində birlər mərtəbəsinə qədər yuvarlaqlaşdıraq. Bəli, mərtəbəmizi indi müəyyənləşdirək. 1 düşür 10-da birlər, 2 düşür 100-də birlər, 7 düşür mində birlər mərtəbəsinə. Burada 7-nin altına xətti çəkirik. Və burada qeyd etdiyimiz bu qaydamız onluq kəsirlər üçün də keçərlidir. Yəni, qeyd edilən mərtəbədən sonraki rəqəmimiz 0, 1, 2, 3, 4 ədədləri olarsa dəyişilmir. 5, 6, 7 olarsa qeyd etdiyimiz mərtəbə vahidi bir vahid qaldırılacaqdır. Yəni, təqribən bərabər olur. Qeyd etdiyimiz mərtəbə vahidimiz 7-dir. 7-dən sonra gəlir 6. Deməli, 7-ni bir vahid qaldıraraq 8 edəcəyik. Yəni, 3 tam 10.000-də 276 kəsirimiz olacaqdır. 3 tam 1, 2, 7-nin əvəzinə yazırıq 8 və bundan sonrasına 0 yazsaq da olar, yazmasaq da olar. Yəni 3 tam 10.000-də 1276 kəsirimiz 3 tam 1000-də 128 yaxud 10.000-də 1280 olacaqdır. Başqa bir misala baxaq. Məsəl üçün 0 tam 10.000-də 5642. 5642 kəsirinə baxırıq. Yenə də bu kəsirimizi gəlin mində birlər mərtəbəsinə qədər yaxud 100-də birlər mərtəbəsinə qədər yuvarlaqlaşdırırıq. Yenə də baxırıq. Vergüldən sonraki ədədimiz, ilk ədədimiz adlanır 10-da birlər, 6 isə olur 100-də birlər mərtəbəsində. Və 6-dan sonraki rəqəmimizə baxırıq ki, 4 gəlir. 4 gəlirsə, deməli 0, 1, 2, 3 aralığına düşür. 3, 4 aralığına düşür. Onda 6-nın qiymət dəyişilmir. Yəni təqribən bərabər olur 0 tam 5, 6, 4 və 2-nin əvəzində, daha doğrusu 4-ün əvəzində 4 də 0, 5, 6, 42-nin əvəzində 2 dənə 0 yazı da bilər, yazmaya bilər. Yəni 0 tam 10.000-də 5642 ədədi 0 tam 156 kimi yaza bilirik, yuvarlaq şəkildə yaza bilirik. İndi isə baxırıq onluq kəsirlər üzərində əməllərin yerinə yetirilməsi. Yəni onluq kəsirlərin toplanması, çıxılması, vurulması və bölünməsi qaydasına baxırıq.
Onluq kəsrlər üzərində ilk öncə toplama əməlinin yerinə yetirilməsinə baxaq. Məsəl üçün 17 tam 1456 üzərinə gələk 2 tam 1389-dur. Üzərinə gəlik 2 tam 1389-u gəlməsi tələb olunur. Biz onluq kəsrləri toplayan zaman mərtəbə vahidlərinin hər birini öz yerində qalmaqla, yəni uyğun mərtəbə vahidlərinin bir-birinin altına yazmalıyıq. Yəni onda birlər mərtəbəsində düşür 4, burada isə düşür 3, yüzdə birlərdə 5, 8 və s. Eyni zamanda tam hissəndə bu qayda yazmalıyıq. Vergül də hər zaman vergülün altında yazılmalıdır. Yəni 17 tam 1456 ədədinin üzərinə biz gəlməliyik 2 tam, baxın vergülün altına düşdü, 1389-u və toplamamızı yerinə yetiririk. 5 yazırıq bir yadda, 13 o da bir, 14 yenə bir yadda, 7, 8. Vergülü nəzərə almadan toplamanı yerinə yetiririk. Qeyd edim bunda. 7-nin üzərinə 2 gəlirik, edir 9 və 1-i olduğu kimi düşürük. Daha sonra vergülü də yenə vergülün altında qeyd edirik. 3 tam %46-dan çıxmaq istəyirik biz. 2 tam 1426 ədədini çıxmaq istəyirik. Çıxmanı yerinə yetirən zaman yenə də tam hissədən tam hissə, kəsr hissədən kəsr hissə çıxılacaqdır və mərtəbə vahidləri vergüllər yerinə yazılacaqdır. İndi baxırıq. Deməli 2 tam yazırıq, vergülü altına yazırıq. 4, 2, 6 və burada bir boşluq yarandı. Bu boşluğun yerinə mütləq şəkildə 0 yazmalıyıq və çıxmanı yerinə yetiririk. Ondan 6 çıxdıqda 4, burada qaldı 5, 5-dən 2 çıxdıqda 3, 0, 1. 1 tam 1034, 60. Onluq kəsrlərin vurulması qaydasına aid misallara baxaq. Onu deyəcəm. Məsəl üçün 0 tam %24 ədədini vuraq 0 tam %36-ya. Biz vurmanı yerinə yetirən zaman vergülləri nəzərə almadan vurmanızı yerinə yetirəcəyik. 24. Vurmanı yerinə yetiririk. Deməli, alt dəfə 4-ün 24, 2 yadda, 12, 14, 1 yadda, 4 dəfə 0, 1 yazdıq. 2 dəfə 6-nın 12, 2 dəfə 3-ün 6, o da bir 7, 2 dəfə də 0-ı yazırıq. Daha sonra yenə də 0-ı vururuq ədədlərimizə. 0, 0, 0 olaraq qeyd edirik. Daha sonra toplayırıq bunları. 4 olduğu kimi düşürük aşağı. 6, 8 və sıfırlarımızı qeyd edirik. İndi isə nə edirik? Vergülü. Baxırıq ki, birinci ədədimizdə vergüldən sonra neçə rəqəm var? 1, 2 rəqəm. İkinci ədədimizdə yenə 2 rəqəm. Cəmidir 4 rəqəm. Yəni biz sağdan sola doğru 4 rəqəm ayırırıq. 1, 2, 3, 4 rəqəm ayırırıq. Yəni 0-dan 10.864 ədədini almış olduq. Bu da onluq kəsrlərin vurulması qaydasıdır. Onluq kəsrlərin bölünməsi qaydası isə bu qaydada aparılır. Məsəl üçün 9,48 kəsirini biz 9,48 kəsirini məsəl üçün bölmək istəyirik 4-ə. 4-ə bölmək istəyirik. Bu zaman biz necə edə bilərik? Baxın, bölmək istəyirik 4-ə. Yəni burada çubuqlu bölmədən də istifadə edə bilərik, amma biz bu dəfə çubuqlu bölmədən danışmayacağıq. Biz bölməni yerinə yetirən zaman, nə etməliyik? Vergüldən ədədimizi azad etməliyik. Yəni 9,48 kəsirini biz nəyə vursaq vergül itəcəkdir? Təbii ki, 100-ə vursaq. Deməli, biz bu kəsimizin sürət və məxrəcini 100-ə vursaq, yəni 9,48-i də 100-ə vursaq, eyni zamanda 4-ü də 100-ə vursaq, artıq burada bizim vergülümüz qalmayacaqdır. Yəni, sürətdə qalır 948 bölünsün 400. Artıq burada ixtisarımızı yerinə yetirib bölməni yerinə yetirə bilərik. 100,48-i bölmək istəyirik. Məsəl üçün 1 tam %24-ə bölməni yerinə yetirmək istəyirik. Bu zaman biz bunu kəsr şəklində yazırıq. Yəni 3 tam %48 bölünsün 1 tam %24 olaraq yazılıb bərabərdir. Yenə də burada vergüldən azad etmək istəyiriksə etməliyik. Yəni kəsrin sürət və məxrəcini biz 100-ə vursaq, sürətdə qalacaqdır 348 bölünsün 124 kəsiri və bu kəsirləri yenə ixtisar edərək bölməmizi yerinə yetirə bilərik. Başqa bir misal yazaq. Məsəl üçün 5 tam %68 ədədini 2 tam məsəl üçün onda 2-yə bölmək istəyirik. Biz bu zaman yenə də bölməni yerinə yetirən zaman nə edə bilərik? Baxırıq ki, birinci kəsirimizin surətində vergüldən sonra 2 rəqəm var. Məxrəcində isə vergüldən sonra 1 rəqəm var. Deməli, mən bu kəsirin surət və məxrəcini neçəyə vura bilərəm? Təbii ki, 100-ə vuracam. Çünki ona vursam vergül bura düşəcək. Yəni 56 tam 18 olacaq. Yenə vergülümüz qalacaq. Amma 100-ə vursaq artıq vergül qalmayacaqdır. Yəni 56 tam 168 onluq kəsirini 100-ə vursaq 568 qalacaqdır. 2 tam onda 2-ni 100-ə vurduqda isə qalacaqdır 220 və buradan artıq biz bölməmizi bildiyimiz qaydada yerinə yetirə bilərik.
Daha sonra indi isə baxırıq adi kəsirin onluq kəsirə çevrilməsi qaydasına. Adi kəsirin onluq kəsirə çevrilməsi qaydası necə yerinə yetirilir? Məsəl üçün 20-də 7 kəsirinə baxırıq. 27 kəsiri adi kəsirdir. Biz 20-də 7 kəsirini onluq kəsirə çevirmək istəyiriksə, biz bu zaman 7-ni bölməliyik 20-yə. Yəni kənarda bölək. 7-ni 20-yə böldükdə 7 20-yə tam bölmək üçün 0 yazırıq və burası 0 tam yazırıq. Deməli, neçə dəfə düşür? 3 dəfə 60 və çıxmanı yerinə yetiririk. 1, 0, bura bir dənə 0 yazırıq, 5 dəfə. Yəni 20-də 7 kəsirini onluq kəsir şəklində yazsaq, 0,35 yaza bilərik. Biz sürəti məxrəcə bölən zaman bəzi misallarımız var ki, sürət məxrəcə tam bölünmür. Məsələn, 3də 1 kəsirinə baxaq. 3də 1 kəsirini biz onluq kəsir şəklində yazmaq istəyirik. Gəlin kənarda bölək görək 3də 1-i bölsün neçə dəfə düşür? 0 tam, bura bir dənə 0 əlavə edirik, 3 dəfə yazırıq, 9. Yenə qaldı 1, yanına bir dənə 0 düşürük, bir dəfə də 3 dəfə 9, 1, 0, 3, 3, 3, 3 və s. Bu sonsuzluğa qədər davam edir. Deməli, biz 3də 1 kəsirini onluq kəsir şəklində yazmaq istəyək, yazacaq ki, 0 tam dövrdə 3 şəklində yaza bilərik. Yəni 0 mötərizədə 3 yazırıq. Kəsirlərin yazılışında bir rəqəm və ya bir neçə rəqəm qrupu sonsuz sayda təkrarlanarsa, biz belə kəsirlərə dövrü onluq kəsirlər deyəcəyik. 0,5 dövrdə, məsəl üçün, deyək ki, 2. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, 0,5. Biz adi kəsir onluq kəsirə çevirən zaman gördük ki, 5-dən sonra 2-lər artıq dövrü olaraq sonsuzluğa qədər davam edir. Məsəl üçün, belə bir şeysə, 16,15 dövrdə 8. Yəni, 8-lər artıq bölməni yerinə yetirən zaman sonsuzluğa qədər davam edir. Biz bunu dövrü onluq kəsir şəklində yazan zaman belə yazırıq. 16,15 dövrdə 8 şəklində yazacağıq. Biz bu kəsirləri deyirik dövrü onluq kəsirlər. Deməli, dövrü onluq kəsirlər biz ümumhalda deyirik ki, dövrü bilavasitə vergüldən sonra başlayan sonsuz dövrü onluq kəsirlərə biz saf dövrü onluq kəsirlər deyəcəyik. Baxın, bir var saf dövrü onluq kəsirlər, bir də var ki, saf olmayan, biz buna qarışıq dövrü onluq kəsirlər deyəcəyik. Yəni, dövrü vergüldən sonra bir və ya bir neçə rəqəmdən sonra təkrarlanarsa, məsəl üçün, deyək ki, 16,15 dövrdə 8. Bu qarışıq dövrü onluq kəsirdir. Yəni, vergüldən sonra bir və ya bir neçə rəqəm təkrarlanır. Baxın, burada 0,5 dövrdə deyək ki, 2. Vergüldən sonra bir rəqəm təkrarlanır. Bunlar qarışıq dövrü onluq kəsirləri. Bir də var ki, vergüldən sonra 3 tam dövrdə 6, 5 tam dövrdə 9, 0 tam dövrdə 3 və s. Baxın, vergüldən sonra hər hansı bir ədəd rəqəm yoxdur. Sadəcə vergüldən sonra dövrlər davam edir. Biz bunlara deyəcəyik saf dövrü onluq kəsirləri. Digərlərinə isə qarışıq dövrü onluq kəsirlər deyirik. İndi isə saf dövrü onluq kəsirlərin adi kəsirə çevrilməsinə baxaq. Yaxud qarışıq dövrü onluq kəsirlərin adi kəsirlərə çevrilməsi qaydasına baxırıq. Məsəl üçün, gəlin yazaq 1,6. Saf dövrü onluq kəsirini adi kəsirə çeviririk. Biz saf dövrü onluq kəsiri adi kəsirə çevirən zaman tam isə olduğu kimi qalır. Kəsir xətti mötərizənin içərisində neçə dənə rəqəm varsa, həmin rəqəmlərin sayı qədər məxrəcə 9 yazırıq və 6-nı qeyd edirik. Bərabərdir. 9-u vururuq 1-ə. 9 üzərində 6-nı gəlirik, eləyir 15. Yəni 9-da 15 kəsirini yazdıq. Deməli, 9-da 15 kəsirini biz onluq kəsirə çevirsək, 1 tam dövrdə 6 qalacaqdır. İndi isə qarışıq dövrü onluq kəsirlərin adi kəsirə çevrilməsinə baxaq. Məsəl üçün, deyək ki, 2,5 dövrdə 3. Belə bir kəsirimiz verilibdir. Biz bu kəsirimizi, qarışıq dövrü onluq kəsirimizi adi kəsirə çeviririk. Yenə də tam isə olduğu kimi qalır. Kəsir hissəni çəkik və mötərizənin içərisində neçə rəqəm varsa, məxrəcə o qədər 9 yazırıq. Vergüldən sonra, yəni vergül və mötərizə arasında neçə rəqəm varsa, o qədər də 0 yazırıq. Burada baxın ki, bir dənə rəqəmimiz var, 5 rəqəm var. Deməli, 90-da yazacağıq. 90-da yazırıq 53 çıxılsın mötərizənin çoxdakı ədədimiz 5 şəkildə. Bərabərdir 2 tam 90-da 53-dən 5 çıxdıqda qalır 48. 48. Əziz şagirdlər, adi və onluq kəsirlər dərsimiz bu qədər. Növbəti dərslərdə, əgər dərslərimizdən vaxtında xəbərdar olmaq istəyirsinizsə, o zaman kanalımıza abunə olun,
fikirlərinizi qeyd edin. Ola bilər ki, adi kəsirlər barəsində sizləri maraqlandıran fərqli bir mövzular var, hansılar ki, biz onları sizə videoda demədik. Əgər demədiyimiz sizə aydın olmayan bir məqamlar varsa, o zaman qeyd edə bilərsiniz. Daha sonra videonu çalışaq digər yoldaşlarımızla da paylaşaq ki, həm bizə dəstək olmuş olarsınız, həm də yoldaşlarınızın da adi kəsirlər mövzusu barəsində bilmədikləri, bilikləri varsa öyrənə bilərlər. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti videolarda görüşənədək. Sağ olun.